Botoksun verdiği effekti hiçbir prosedür onu size verə bilməz. Botoks yani ancaq və ancaq qaş arasına alınır, göz ətrafında olunur. Sizə ehtiyac yoxdur, onlarda masetra olunur, Nefertiti olunur, yani boğaza. Ama 5-7 nokta ise üzün yalnız ve yalnız bu hissələrdə olur. 5-7 nokta qırış açmış. Mimik əzələ dondur hissələrdə hissəcisi var qırış. Bəs necə açmaq? Onun isə dolğudur. Gəlur oturuşdur. Dolğudan qorxmaq lazımdır ki, dolğu belə həcm vermir. Yəni dolğunu seçimində biz eləyirik və vurduğumuz nahiyədə fikir veririk. Lazımlı yerlərdə lifting effekti üçün istifadə edilir, lazımlı yerlərdə isə dərin çapıqları açmaq üçün istifadə edilir. Belə indi mənə botoks eləsə inşallah ki, sonraki məsəl üçün aylarda başda üzümə siz deyəndə ehtiyac var. Sizdə qaş arası, alın və göz ətrafına botoksa ehtiyacınız var, sizin gicgahlara ehtiyacınız var, dolğu, ağız ətrafına ehtiyacınız var, dolğu. Burada sizdə buxaq var, burada sizdə artıq piylər var. Yəni cavansız, onun da lipolitiklə həlli yolu var. Yalnız və yalnız piyin əmdilməsi lipolitiklə olunur. Ən azından 3-4 seans lipolitik eləyirik. Lipolitikdən də sonra mən sizə 5 və yaxud da 7 nöqtə məsləhət görürəm ki, həmən o arıqlatdığım üzü də yaxşıca bir dənə lifting eləyim. Amma belə üzə 5-7 nöqtə, yəni burada piy var, ağırlaşma var, üzü də artır aşağı. İstədiyin wow bir lifting effekti verə bilməyəm. Olmayacaq o. Onda indi full botoks eləyər bu gün. Tamam.